Deməli, Babək Səmidli, İlqar Quliyev, bax bu işi güya ki, açan, güya vətən xaini tapan, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev iştirakı ilə icra başçısı bizim Müstəqim Məmmədovun iştirakı ilə bir çox hərbilərin və yaxud da orada məhkəmə katiblərinin, işçilərinin və digərləri ilə iclas keçirilir və orada bir-biri hətta belə təbrik edirlər ki, belə şəstlə ki, biz güya vətən xaini birlikdə biz icra hakimiyyəti ilə, müdafiə naziri ilə, məhkəmə ilə birləşdik, biz vətən xainləri tapdıq. O icra hakimi, o Müstəqim Məmmədov ki, buradan da yenə deyirəm, hər heç adı heç hava çəkilmir təzədən. Elə bilirlər ki, unuduruq, biz heç kəs unutmuruq. Hər bir kəs yadımızdadır ki, hərbiçinin nəşi, işgəncə ilə öldürülmüş hərbinin nəşi Tərtər rayon icra hakimiyyətinin padvalından çıxır. Və orada gəlib Mehman Hüseynovun bacısı, anası gəlib tələb edəndə hələ onlar cərimələnir, onlar işgəncəyə məruz qalır. Polis şöbəsinə gedirlər, tələb edirlər, aparırlar orada işgəncəyə məruz qalırlar. Deməli, bütün polis şöbəsinin rəisləri də, mavinləri də və yaxud da ki, icra hakimiyyəti olsun, müdafiə naziri olsun, o 4 qurum bircə ki, bəyanat vermişdi. Bunların hamısı burada iştirak eləmişdi. Baxın, indi bunlar bu günlər Azərbaycana, xalqına qan udduranlar kimdir? Bu sadaladıqlarımızdır. Nəyə görə biz deyirik ki, Tərtərə ədalət gələsi olsa, Azərbaycana ədalət gələcək. Tərtər qatilləri yığışdırılası olsa, bu özbaşınalıqlar, bu məhkəmələr, bütün hərbi tərəfdə bu özbaşına yığışdırılası olsa, onda Azərbaycan xalqına həqiqətən Azərbaycana ədalət gələcək. Bilirsiniz, orada mənə nə dedi? Kamran Əliyev qalxdı mənə dedi ki, dedim, Kamran müəllim, niyə dedim bu mənim uşağımın dərdi nədir, fikri nədir, nəyə tutur, nəyə ömrü həbs verirsiniz? Qayıtdım, mənə sual versi yaxşı. Dedi, sənin oğlum orada dedi, adam öldürülür burada dedi. Mən də qayıtdım ona sual verdim, adam öldürülürsə dedim, bir sübut var mı dedim ortaqda? Niyə araşdırmışsınız onu dedim, araşdırın görün. Harada sübutu, mənə göstərin sübutu. Həmən mən bu sualı Kamran müəllimə dedim. Dedim, araşdırın, ortalığa çıxardım, nəticə çıxardım. Mənim balam ömrü yolda həbsdə zindanda çürütməyim dedim. O qalxdı mənim ayağıma gəldi, xanım dedi, bəyək dedim, dedi, xanım, mən sizi qəbul edəcəm. Hələ indiyənə cavab yoxdur. Kamran Əliyev, sən bunları qəşəng edirsən. Sənə mən çox suallar verdim. Əgər siz baş prokuror olursansa, xalqın qədinə qalırsınsa, bunu qanunu siz şikayətə baxmalısınız. Siz bunu hər yerdə araşdırmalısınız. Hanı sübutunuz dedim. Sübutu yoxdur ortaqda. Ay cənab prezidentimiz, ay İlham Əliyevi. Oturursan orada mən desən yumruğu vurursan. Bu 8 ildə biz bağırırıq, məktublar yazdıq, teleqramlar vurduq. 8 ildə bu şeyləri danışırıq bunu. Sən bunu qulaqların eşitmir bu sözlərimizi. Siz bizi kimi anaların gözü yaşlı ahut tutar səni. Niyə bizim səsimizə səs verin? Siz günahsız yerə, hər şey açıqdır, aydınlıqdır. Hər şey görsəndə ki, bu qanunsuz hamısı kimlərin şotuna tutulub bu uşaqlar. Kimlərlə? Bir şey yadımdan çıxadıram, Allah'ın olsun. Hər şeyi unuduram, Allah bunların sözlərini unutsun. Havalarını alsın, qoy belə deyim, valla istəmirəm, demək istəmirdim. Cənab prezident, sən niyə eşitmirsən? 8 ildə baxdır bu şikayətə. Niyə günahsız yer çürdürsən? Kimlərdir qatillər? Qatillər Bəhruz idi qatilin qızı. Məhkəmədə Sadıq evidir. Şəfət İmran evdir. Xarda baş prokuror oturan getdi. Yadından çıxdı. Birinci səvət getdi. Hələ sən yalvar ki, Allah'ına xoş gələ ki, sənin balan sağdır. Xalqın deyir, balaları anası balasının qanını yağlayır. Adı yadından çıxdı, ölmüşsün onda. İndi belə oturan orada xəzinlərimiz var. Belə olmaz, Valide bacı. Heç bir şikayətə baxan yoxdur. Həmən Şəfət İmranı, sən mənim balamı Bəhruzdan təpiyin alı saldı, öldürdünüz. Ölü damla tulladınız. İndi cavab ver. Mənim balam 8'dir, zarımcın indi. Nə zulümdən can verir o türmədə orada. 4 divarın arasında can verir. Nəyə görə? Sənin də balan elə təpiyin atda salır, İskəndələr versə, o zulümləri versən, götürəsiniz. Eşidin bunu. İlham Əliyev, eşidin bunu. Sizdən tələb edirəm mən, haqqımı tələb edirəm mən.
Mənim balamı geriyə qaytarın. Mənim balamın sağlığı yoxdur. Nətər əvvəl Zeynalını günahsız tutdunuz orada, zulüm verdiniz. Gör nə xəstələr çıxdı. Mənim balam da orada ölür. Həmin xəstəlik mənim balamı tutubdu. İndi İlham Əliyev, indi hər şey ortalıqdadır. Bax, çıxan ortalığa, çıxsın ortalığa. Niyə günahsız yerə bizim balalarımız yatır? Qoy yazsın o xarda işləyənlər, nazirlər də, o həmən o Ramiz Meytevdir mi? Hər şey bir-birinə qatıb, qarışdıb, el aləm vurub qatıbdı. Matematik sadıb, qalxın balaları öldürüb. İndi pakon bellərində gəzir, yiyib verir. Bizi kim analar zulüm çəkir. Balalarımıza baxa-baxa qalmışıq. Bir tikə çörək zarı qalmışıq, türməyə gedək, xəstə baxaq. Allah belanızı versin. Yenə deyirəm, İlham müəllim, mənim balamın şikayətinə baxın, dərdimə baxın. Hər şey əyyandır, özün qəşəng bilirsən. Hər şeydən xəbərin var. Birinci, hamısı bu siqnallar sana çatır. Deyirsiniz, bana siqnal verin, siqnal verin. 8 ildir mənim 70 yaşında bak, siqnal verməkdən yoruldum. Sən mənim bu ağ beçəyimə görüb, nətər deyim, xəzinə çəkmişsiniz. Ay Kamran Əliyev, 20 dəfə sənin qarnında oldum. Sən niyə yalan danışdın? Sənin də balan var. Mənim bu ağ beçəm ağım tutar sizi. Gəlin bu yoldan qaydın. Mən istəyirəm bir tərtənə adalet gəlsin. Adalet gəlsin. Balalarımızı bıraksın. Günahsız balalar yatmasın orada. Aprel döyüşündə vuruşan oğul. Orada alan oğul. Kram atılan oğul. İndi vətən xanı olsun. 8 ildir. Belə rəşotlar dibindən baxa-baxa qalıb. Canınız zarı oradan baxın. Siz nətər götürdünüz? Bunu Allah götürər mi? Ay cənab prezident, ay Kamran Əliyev, kimlər hamıza səs verir, eşidin səsimi. Mənim balamı azadlığa bırakın. Bütün günahsız yerə balaları bırakın, yazıq danalar. Bizi kim anaları öldürmeyin, diridir, yandırmayın. Mən sonra danışıram. Bütün bildiğim yadımdan çıxdı. Allah bildiğiniz yadınızdan çıxarsın sizi. Həmişə dediyim kimi İsmail 17-ci ilin may ayının 17-ci gecəsi aparıldı evindən. Aparılıbdır, bir qəhrəman kimi aparılıbdır. Demişəm, niyə belə aparırsınız? Deyibdilər ki, ermənilər başına küllü miqdarda pul qoyublar. Birisi istifadə xanım, mən indi də fikirləşəndə mən deyirəm ki, oğlumun başına küllü miqdarda pulu qoyan ermənilər yox. Xanlar Vəliyevlər, Şəfaət İmranovlar, Zakir Qaralovlar olubdur. Onların hamısı öz keyfindədir. İsmail ise eləmədiyi işə görə, xəyanətə görə, nə bilim 13 sənə maddə qoymuşdular. Onlara görə 15 il oldu. Sağ olsunlar 4 il yarımını keçdilər. Amma o işgəncələr nəticəsində oğlum neçə dəfə əməliyyat oldu ürəklərindən? 3 dəfə. 8 il 6 ayda içəridə yatır. Ben уже bilmirəm nə qədər ağlayım mı, qışqırım mı, onsuz da təsiri yoxdur bunlara. Bunlar bizi insan yerinə qoymurlar. Mən də deyirəm, axı mən bir dənə erməni anası yox, mən Azərbaycanlı qadınıyam. Mən Azərbaycanlı vətəndaşıyam, mənim səsimi eşitməlidirlər. Amma eşidən yoxdur. Nəyə görə? Həmişə demişəm, yenə də deyirəm, təkrar eləyirəm. Qasım Məmmədovun qəbuluna tək gedəndə birinci səfər o məni iti qoğan kimi qapıdan qovdu. Dedi ki, bu elə girən ki, sənin oğluna işgəncə verilib tərtərdə. Mən bilmirəm, onu mən sübut eləməli idim, yoxsa Qasım Məmmədov sübut eləməli idi. Kamran Əliyev onu kimi getdim, birinci səfər, halbuki bir ümid yeri var idi. İkinci səfər bu Oktyabrın 16'sında qəbuluna getdim. Sağ olsun. Sağ olsun. Yola verdi, göndərdi. Elə ilk dəqiqədən dedim ki, yola verdi. Oğlununsa gözü yoldadır ki, bəlkə ha vaxtı, bəlkə yadlarına düşər ki, bu adam xəyanət eləməyibdi. Bu nə addım atıbsa Azərbaycan yolunda atıbdı. Polkovnik Ram Mustafayev, polkovnik, onun işi ilə bağlı prosesdə mən başdan sona qədər iştirak elədim. Deməli, dəvət gətirildi, gəldi, prokurorluqda avtomatik olaraq onun üzrində duran əskərləri rayonlardan tapdılar, gətirdilər, təcil olaraq. Əskərlər gəldi, öz ifadələrini dəyişdilər, onlara təzyiq olduğunu göstərdilər, yazdılar. Qasım Məmmədov, sadəcə xatırladırım mən bunu sizə ki, siz bu işi necə görmüsünüz? Kamran Əliyev.
Gəldilər, yazdılar ki, bizi məcburlədilər, filan kəslər məcburlədi. Biz necə polkovnik Ramin Mustafayev üzünə durduq. Sonra o ekspertizaya getdi bədəndəki 5 il sonra bütün izlər dururdu, işgəncə izləri. Siz bunu elədiniz də vaxtında. Hə, niyə elədiniz? Gəlin də bundan danışaq. Polkovnik Ramin Mustafayev burada ən yüksək rütbəli şəxs idi. İctimaiyyətə ajitaj yaranmışdı. Bəzi adamların problemlərini həll eləmək lazım idi. Daha doğrusu, bəzi adamları efirdən uzaqlaşdırmaq lazım idi ki, 60 min, 70 min baxış var idi. Cəmiyyət çarxalanır, dövlət orqanları çarxalanır da. Ara sakitləşsin. Biz bunları bilirsiniz nəyin sayəsindədik? Bu efirin sizlərlə, bizlərlə birlikdə. İndi Ramiz Mehdiyev problemi ortaya çıxıb, yenə də bundan yararlanmağa çalışırlar hökumət nümayəndələri. Xalq qazanmağa, yarınmağa çalışırlar, Nəcməddin Sadıqov adını çəkirlər. Xeyr, elə deyil. Mən Validə xanım, Rüstəm Ələsgərovun qohumlarla mən də danışmaq istəyirəm. Onlarla dəvət eləyir efirə, anasını. Mən də danışıram onlarla. Hamını bir daha, istər bu efirdən olsun, istər Azər Freedom efirindən olsun. Nə gözləyir Ziya Kazımov qohumları, yaxınları? Gözləyirlər ki, biz danışacaq, biz məsələləri qaldıracaq, Ziya Kazımov və digərləri adad olacaqlar. Çünki Ziya Kazımov orada 3-cü, 5-ci, 6-cı, bəlkə 7-ci günahkardır, amma bütün işi yatıblar Ziya Kazımov üstünə. Rüstəm Ələsgərov niyə 9 il 6 ay yatmalı içəri? Çünki Teymur Məmmədov şərəfsiz bugün korpusun qərəcək rəisi olsun deyə nəyə gözləyir valideynlər, yaxınları? Ona görə də məsələlərdə hər kəs, hamı, sizlər, bizlər birlikdə olmalıyıq. Maaş Bərkudarovun korpusunda olub. Necə apardınız, necə araşdırma apardınız siz? Beyləqan işini tərtərdən ayırdınız. Bəs yaxşı, Nasir Əliyevin oğlunu niyə bıraxdınız? O da Beyləqan idi, o da həmən hərbi hissəyi. Niyə onu bıraxdınız? Hani Nasir Əliyev hüquq müdafiəçisidir? Hə? Niyə çıxıb danışmır bu günlər? Kimin hüququnu qoruyursan bəsən? Oğlu götürdün, çəkirdin qırağı. Hamımızla qırğına çıxacam mən. Kişi olun, çıxın, haqqı deyin. O oğlanlar içərdən çıxmalıdır. Bu günləri nə Ofeliya ana təkdir, nə Məqsədi ana təkdir. Oktay ilə Oktayın atası yoxdur bu gün efirdə. Oğlu içəridə çürüyür. Ruslan Zavadovun atası, anası, bacısı, qardaşı yoxdur efirdə, canlı içəridə çürüyür. Eşqin Heydərov, atası rəhmətə gedib. Atası ürəyə partlayıb ölüb. Anası da infaq keçirdib tək yaşayır. Bu günləri onun danışanı, onun hüququnu, onun haqqını istəyən yoxdur. Zamiq Əlimanov, atası, dəfələrlə danışmışam. İnsanın kişiliği yoxdur. İnsanın kişiliği yoxdur, oğlum müdafiə eləyə bilmir. Bu insanın əqidəsi, qeyrəti yoxdur. Əkib doğduqları uşaqları bugünkü gün müdafiə eləyə bilmirlər, haqlarını, hüquqlarını. Lətif Lətifovun qardaşı hərdən çıxıb danışırdı, Azər. Qismən müdafiə edir qardaşını, qismən. Qismən müdafiə edir. Belə niyə görə mən qardaşımı qismən müdafiə eləməliyəm? Niyə görə meydana çıxmamalıyam? Mən çıxıb niyə haqqımı istəməməliyəm? Mən kimə xidmət eləyirəm? Bir vətəndaş olaraq, bir ata olaraq, mən bu dövlətdə haqqı demirəmsə, mən zalıma xidmət eləyirəm, deyil mi? Biz niyə görə çürüməliyik bu ölkədə?